Xoş gördük əziz müəllimlər. Bu günlərim sizə lise və gimnaziyada çalışan tərbiyəçi və müəllim heyətinə əvvəlcədən keçirilmiş istedadlı şagirdlərlə işin təşkili təlimindən son yekun qiymətləndirmə testlərini tanış edəcəyəm. İlk sual: müəllimlər istedadlı şagirdlərə necə dəstək ola bilər? Verilən variantlardan əlbəttə ki, fərdi tədris planı hazırlayaraq hər bir şagirdə öyrənmə tərzlərini, onların səviyyələrini nəzərə alaraq müəllim fərdi diferensial yanaşmalıdır. İkinci sual: istedadlı şagirdlər üçün hansı metod daha effektivdir? Əlbəttə ki, problem həll etmək, yaradıcı təfəkkürlə bağlı olan tapşırıqlar onlar üçün effektivdir. Doğru cavab problemlərin yaradıcı həlli. 3. İstedadlı şagirdlər üçün layihə əsaslı öyrənmə nəyə görə uyğundur? Əlbəttə ki, layihə əsaslı təlim şagirdlərin həm yaradıcı, həm də tənqidi düşüncəsini inkişaf etdirir. Doğru cavab C variantıdır. Növbəti: hansı vəziyyət istedadlı şagirdlərin tanınmasını çətinləşdirir? B variantı: uşağın həddən artıq utancaq və özünə qapalı olması. Bu, uşağın istedadlı olaraq tanınmasını çətinləşdirir. 5. İstedadlı şagirdlər arasında tez-tez rast gəlinən emosional problem hansıdır? Özünü təcrid etmək. Məhz elə bu C variantı doğru cavab sayılır. 6. sual: istedadlı şagirdlərlə qrup işi zamanı müəllim nə etməlidir? Onların ideyalarını qrupa uyğunlaşdırmaq üçün şərait yaratmalıdır. Hansı davranış istedadlı şagirdlərdə daha çox görülə bilər? İstedadlı şagirdlər yeni məlumatlara sürətli uyğunlaşa bilər. 8. İstedadlı şagirdlərin təsnifatında hansı kateqoriya istifadə edilmir? Diqqətli olaq. Burada əlbəttə ki, yaradıcı istedad, akademik istedad, fiziki istedad ola bilər. Ancaq maddi istedad aidiyyatı olmayan bir cavabdır. Doğru cavab D variantı. 9. sual: istedadlı şagirdlərin emosional problemlərinin həllində valideynlərə nə tövsiyə olunur? Onları yüksək gözləntilərdən qorumaq. 10. sual: istedadlı şagirdlərin özünə inamının aşağı düşməsinin qarşısını necə almaq olar? Doğru cavab uğurlarını davamlı olaraq qiymətləndirərək. Əlbəttə ki, hər bir şagirdin uğurlarını qiymətləndirmək mütləqdir. Nəinki istedadlı şagird. 11. İstedadlı şagirdlərin emosional ehtiyaclarını anlamaq üçün müəllim nə etməlidir? Doğru cavab A variantı. Onlarla açıq ünsiyyət qurmalıdır. Digər variantlar isə uğurlu deyil. 12. İstedadlı şagirdlər üçün qrup işləri niyə faydalıdır? Liderlik bacarıqlarını inkişaf etdirmək üçün. 13. sual: istedadlı şagirdlər üçün məktəb mühiti necə olmalıdır? Dəstəkləyici və motivasiya edici. Əlbəttə ki, bütün şagirdlər üçün dəstəkləyici, motivasiya edici şərait yaratmalıdır müəllim. Xüsusilə də istedadlı şagirdlər üçün də bu önəmlidir. 14. Hansı halda istedadlı şagirdlərin inkişafı ləngiyə bilər? C variantı: onların potensialının düzgün qiymətləndirilməməsi məhz onların istedadlı olaraq inkişafını ləngidə bilər. Əlbəttə ki, şagirdlərin səviyyəsinə uyğun olaraq biz onları müəyyən fəaliyyətlərə cəlb etməliyik ki, şagirdlərin səviyyəsi olduğu yerdən daha yüksəyə qalxmış olsun. 15. sual: istedadlı şagirdlərin psixoloji xüsusiyyətlərini başa düşmək üçün kimlərlə əməkdaşlıq vacibdir? Müəllimlərlə, valideynlər və psixoloqlarla. Əlbəttə ki, bu özlüyündə bütün şagirdlər üçün önəmlidir. Eyni zamanda da müəllim şagirdi müşahidə edib onu tanıması üçün mütləq digər fən müəllimləri ilə, valideynlərlə və psixoloqlarla da əməkdaşlıq etməlidir. 16. Valideynlərin istedadlı şagirdlərin inkişafındakı əsas rolu nədir? B. Onların emosional dəstəyini təmin etmək. 17. İstedadlı şagirdlərə qeyri-standart situasiya yaratmaq niyə faydalıdır? Doğru cavab C. Yaradıcı təfəkkürlərini inkişaf etdirmək üçün. 18. Diferensial təlim istedadlı şagirdlərə necə fayda verir?
Diferensial təlim biz bilirik ki, şagirdlərə fərdi yanaşılır, onların öyrənmə tərzi nəzərə alınır, öyrənmə səviyyələri nəzərə alınır və buna uyğun da B variantı doğrudur. Onların fərdi ehtiyaclarına uyğun təlim mühitini təmin edir. 19. İstedadlı şagirdlərin emosional dəstəyə ehtiyac duymalarının səbəbi nədir? Daim yüksək gözləntilərlə üzləşmələri. Doğru cavab sayılır. A variantı. 20. İstedadlı şagirdlərin sosial bacarıqlarını inkişaf etdirmək üçün hansı fəaliyyətlər daha uyğundur? Əlbəttə ki, B variantı qrup işləri və komanda layihələri. 21. Hansı sahədə istedadlı şagirdlər yaradıcı istedadlı kateqoriyasına aid edilə bilər? C variantı doğru cavab. Yaradıcılıq tələb edən sahələrdə. 22. Hansı növ istedad fiziki fəaliyyətlərdə üstünlük göstərir? Doğru cavab, əlbəttə ki, fiziki olaraq D variantı idman istedadı. 23. Aşağıdakılardan hansı istedad sahələrinə aid deyil? Doğru cavab, mənəvi istedad, bu B variantıdır. Digər variantlar isə doğru sayılır. 24. İstedadlı şagirdlərin təyin edilməsində ən uyğun metod hansıdır? Doğru cavab, əlbəttə ki, D variantı. Müəllimlər, burada diqqətsizlik olunub. Əlbəttə, D variantı doğru cavab sayılır. Yalnız sözü məhdudlaşdırılmış olur ki, bu da A variantı ola bilməz. Nədənsə nəzərdən qaçıb. Növbəti sonuncu sual. 25. Hərtərəfli istedadlı şagirdlər hansı sahədə üstünlük göstərirlər? Doğru cavab, əlbəttə ki, bütün sahələrdə. Adı üstündə hərtərəfli istedadlı şagirdlər deyilir. Beləliklə, müəllimlər, Azərbaycan Respublikasının Təhsil İnstitutunun lisey və gimnaziyada çalışan müəllimlər üçün keçirdiyi 25 suallıq qiymətləndirmə testini sizlərlə cavablandırmış olduq. Uğurlar hər kəsə.